dillərində. Yaxşı, səməni sözü necə formalaşıb? Səməni sözü Hind-Avropa dillərində toxum mənasına gəlir, xalq mənasına gəlir və bunu araşdıran Hind-Avropa dilçiləri nə deyir? Bu semen sözü, toxum sözü yazılı qaynaqda olmayan bir sözdən formalaşır. Fikir verirsinizmi? Türklərə deyirdilər ki, sizin dilinizdə olan sözləri ona görə qəbul etmirik ki, sizin dilinizdə məsəl üçün hansısa sözlər var ki, onların yazılı qaynağı yoxdur. Dolayısıyla hansı yazılı qaynaqda o varsa, onu biz həmin xalqa aid edirik. Yəni məsəl üçün filan söz fars dilində varsa, biz onu fars dilinə aid edirik. Amma Hind-Avropa dilində olan semen, toxum, xalq, ailə, rus dilində ailə mənasına gələn semya sözünün kökünün özləri də qəbul edir ki, yazılı qaynaqda olmayan bir kökdür. Yaxşı, bu söz necə formalaşıb? Təbii ki, bunu istənilən dilçiyə desən nə cür formalaşıb izahını verə bilməz. Səməni sözü su, bildiyimiz su və ama, ana, nənə, mama söz kökü ilə birləşib su ama sözündən formalaşıb. Su sözü türk dilində və qədim kültürlərdə yaşam, həyat mənasına gələn söz olub. Hətta bir frazada günümüzə qədər işlənirdi. Artıq az işlək söz olsa da. Hansısa yaşlı adama və ya orta yaşlı bir adama nə deyilir? Hər şey hələ canı suludur. Aydındırmı? Və eynilə su sözü ilə tir, ağac mənasına gələn söz birləşib olur sütür. Sütür sözündən bizim dilimizdə şitil və sütül sözü var. Sütülü nəyə deyirik? Qarıqdalının o bitkisi ki var, onun qarıqdalı olmayan versiyasına, daha hələ cavan olan versiyasına nə deyirik? Sütül. Və insanın cavanına nə deyirik? Sütül. Həmin o tir sözü də dolayısıyla türk dilinə aid olan sözdür. Təbii ki, Avropa dillərində də var, İngilis dilində tiri, Rus dilində deriv olaraq, amma bizim dilimizdə də bu söz olub. İki fraza deyim, bunlardan biri budur ki, gözündə tiri görmür, gözümdə tük axtarır. Bu frazanı işlədirik. Necə olur ki, bu tir sözü bizə aid deyil, amma frazada işlətmişik. Və ya deyil, qorxusundan tir əsir. Qorxusundan tir əsir əlində ağac kimi əsir. Yəni, sən qədimdə əsən başqa hansı bir obyekt görə bilərsən ki, onu ifadə edə bilərsən. Yəni, dolayısıyla demək biz su kökündən tir ilə birləşib şitil, sütül sözünə çevrildiyini görürük. Həmin su ilə ama sözü birləşib səməni sözünə çevrilir. Hind-Avropa dillərində bu ailə, toxum mənasına gəlir. Bizim dilimizdə sümük sözünün köküdür. Sümük, yəni insanın əsas strukturunu ifadə edən sözün köküdür. Və həmin sümük sözünü çox təəssüf ki, türk dilçiləri sümürmək, yəni dartmaq sözündən olub, istəyirəm, burundan axan sirk mənasında işlədir. Və qəribə olan nədir? Təsəvvür eləyən, Türkiyədə o qədər dilçi yanında qardaş dediyi Azərbaycanda sümük sözünün burun sirkini yox, insanın əsas strukturunu ifadə edən kəmik sözünün sinonim olduğunu bilmir. Aydındırmı? İndi bu səməni sözünü bilmək niyə vacibdir?